Günlük bürc proqnozu 10 noyabr 2025. Qoç. Bugün özünüze yük olan şeyləri artıq daşımaq istəmədiyinizi daha açıq şəkildə dərk edəcəksiniz. Kimsə sizdən mövqe gözləsə də siz o gözləntiyə uyğun davranmaq niyyətində deyilsiniz. Günün ortasında təsadüfi görünən bir söz və ya qarşılaşma sizdə yeni istiqamət hissi oyada bilər. Axşam isə heç kimlə mübahisə etmədən sadəcə özünüzlə razı qalaraq sakitliyə çəkilmək üstünlük qazanacaq. Buğa. Bugün içdən gələn bir güc sizi bəzi insanlardan uzaqlaşdırmağa vadar edə bilər. Gündəlik həyatınızda balans pozan mövzuları təxirə salmadan kənara atmaq istəyə bilərsiniz. Digərlərinin sizi razı salmaq cəhdləri artıq təsir etməyəcək, çünki siz qərarınızı vermisiniz. Axşam öz ritminizdə sakit bir mühitə çəkilmək sizi yüngülləşdirəcək. Əkizlər. Bugün səssiz şəkildə vəziyyəti idarə etmək bacarığınız işə düşəcək. Kimlərinsə sizdən cavab almaq istəyinə cavab verməmək güc istəyəcək və siz bunu bacaracaqsınız. Gün ərzində aldığınız kiçik bir məlumat gələcək planlarınıza yeni istiqamət verə bilər. Axşam beyninizdə yaranan qərarları heç kimlə bölüşmədən özünüzdə saxlamaq istəyəcəksiniz. Xərçəng. Bugün emosional yorğunluq keçmiş hadisələrin xatırlatdığı vasitəsilə üzə çıxa bilər, amma bu dəfə bu hisslər sizi yıxmayacaq. Ev, ailə və şəxsi sərhədlərlə bağlı ciddi bir fərqindəliyə gəldiyinizi hiss edəcəksiniz. Gün ortasında birinin davranışı sizə buradan geri dönüş yoxdur kimi mesaj verə bilər. Axşam özünüzə aid sükutda olmaq ən yaxşı seçim olacaq. Şir. Bugün öz mövqeyinizi heç bir izah vermədən saxlayacaqsınız və insanlar sizdəki bu dəyişimi hiss edəcəklər. Kimsə sizdən razılıq almağa çalışsa da artıq bəli və ya xeyr demək üçün başqasının xoşuna gəlməyi düşünməyəcəksiniz. Gözlənilmədən gələn uğur və ya təsdiq özünüzə olan inamı daha da möhkəmləndirəcək. Axşam özünüzlə qürur duyacağınız sakit bir atmosferə çəkiləcəksiniz. Qız. Bugün uzun müddətdir göz ardı etdiyiniz xırda məsələlər birdən-birə həll edilməli kimi görünəcək və siz dərhal girişəcəksiniz. Hər şeyi yerbəyer etmək istəyi həm beyninizə, həm ruhunuza rahatlıq gətirəcək. İnsanlardan gələn fikirlərə bu dəfə qatılmaq ehtiyacınız olmayacaq, çünki öz qərarınız kifayətdir. Axşam yeni nizamın verdiyi rahatlıq özünü hiss etdirəcək. Tərəzi. Bugün danışmaq yerinə dinləmək sizə daha çox fayda verəcək. Münasibətlərdə gizli qalan bir hiss açılmağa hazır görünür, amma hələ siz toxunmaq istəmirsiniz. Hadisələrin gedişatı artıq kimə nə qədər yer verəcəyinizi müəyyənləşdirəcək. Axşam öz enerjinizi heç kimlə paylaşmadan özünüzə saxlamaq istəyəcəksiniz. Əqrəb. Bugün maskalar daha sürətlə düşəcək və siz heç kimdən izahat tələb etmədən həqiqəti qəbul edəcəksiniz. Keçmişin təsiri bu dəfə sizi geri yox, irəli aparacaq. Ətrafınızda baş verən bir söz və ya jest gələcək addımınızı müəyyənləşdirə bilər. Axşam isə sakit dayanmaqla belə üstünlük əldə etdiyinizi hiss edəcəksiniz. Ox atan. Bugün ətrafınızda kiçik dəyişikliklər belə sizdə böyük dönüş fikri yarada bilər. Uzaq gələcəklə bağlı gözlənilmədən açılan bir qapı kimi informasiya ala bilərsiniz. İçinizdəki köhnə sual bu dəfə cavaba bir addım daha yaxın olacaq. Axşam özünüzə nəfəs vermək və düşünmədən azad olmaq istəyiniz üstün gələcək. Oğlaq. Bugün ciddi qərarlar beyninizdə formalaşmağa başlayacaq, amma siz onları hələ səsləndirməyəcəksiniz. İnsanların sizdən gözləntiləri dəyişsə də, siz artıq başqasının yükünü daşımaqdan uzaqsınız. Gün ərzində baş verən kiçik hadisə hansı qapını bağlamaq vaxtının gəldiyini göstərə bilər. Axşam prinsipinizə sadiqlik sizə daxili rahatlıq verəcək. Dolça. Bugün insanların niyyətini çox düşünmədən belə anlaya biləcəksiniz və bu sizə böyük üstünlük qazandıracaq. Yeni biri ilə əlaqə və ya gözlənilməz dəstək planlarınızı dəyişdirə bilər. Ətrafda baş verən hadisələri səssiz izləmək, danışmaqdan daha güclü təsir buraxacaq. Axşam danışmaq ehtiyacı yox, dincəlmək ehtiyacı qalib gələcək. Balıqlar. Bugün iç səsiniz sizdən daha əvvəl qərar verəcək və siz sadəcə onu izləyəcəksiniz. Kiçik bir təsadüf kimi görünən hadisə ciddi mesaj daşıya bilər. Münasibətlərdə artıq yumşaqlığın yox, özünüzü qorumağın vaxtı gəldiyini anlayacaqsınız. Axşam öz enerjinizi geri çəkmək və toparlanmaq üçün təkliyə ehtiyac duyacaqsınız.